Deməli, uşaqlar, salam. Salamlayıram hər birinizi. Baxaq görək bu günləri harda qalmışıq, nə öyrənəcəyik. Biz keçən dərs Illustration əmrlər qrupunu öyrəndik. Bugün indi burada bir dənə əmrlər qrupumuz var. Onun ardı olaraq öyrənəcəyik. Wikipedia əmri görək nədir? Wikipedia əmri internetlə bağlı olan bir əmrdir. Açılan məlumat, açılan pəncərədən bizə lazım olan hər hansı bir deyim məlumat, şairin haqqında mı, təbiət haqqında mı, dünya haqqında mı məlumat axtarışını etmək üçün istifadə olunur. Bunu Google üzərindən də edə bilərik. Word daxilində belə bir əmr də veriblər bizə. Bura axtarış edəcəyiniz məlumatın düzgün əldə edilməsi üçün ingilis dilində axtarış olmalıdır. Bəzən Azərbaycan dilində olunan axtarışı gətirə bilmir, ingilis dilində olmalıdır. Yəni yenilə deyir, görək nə vaxt açılacaq. Biz bunu Google üzərindən edə biliriksə, bunlarla vaxtımızı itirməyək. Online videoda yenə eyni qayda ilə bəzən bunun kimi yükləmələr olur. Axtarış edəcəyiniz videonu əvvəlcədən kompüterə yükləyib sonra əlavə etməyiniz məsləhətlidir. Linkə baxaq. Link isə artıq mən sizə dəstə göstərdim. Linki yadınıza düşürsə deyirdim ki, məsələn, Chrome-dan axtarış edəndə bizdə bəzilərinin üzərində mavi işarə düşür. Bu linkdə üzərinə keçid edib digər məlumata bizi bağlaya bilər. Məsələn, mən sənədimə link əlavə etmək istəyirəmsə, tutalım ki, bu cümləni linkə çevirmək istəyirəm. Klaviatura qısa yolu Ctrl-K-dır, sənədə hiperlink əlavə edir. Açılan pəncərəni bir dəfə klikləyəcəm. Açılan pəncərədən tutalım ki, mənim kompüterimdə olan faylı bu sənəd ilə əlaqələndirmək istəyirəm. Fayl daxilindəki sənədi bu sənəd ilə əlaqələndirmək istəyirəm. Buradan fayllarımın birini seçirəm. Dokument faylı var. Burada faylımı dəyişdirə də bilirəm yan pəncərədən. Məsələn, deyirəm ki, mənə bu dokumentin içərisindəki tutalım hər hansı bir, buradan da bir dənə fayl seçək. Bir dənə sənədə bağlansın. Məsələn, bu olsun. Bağla deyirəm, gəlib təsdiq edirəm. Təsdiq edəndə bu sənədimi linkə çevirdi. Artıq mən sənəd daxilində bu linkə keçid etmək istəyirəmsə, kontrolu sıxdıqda üzərində əl işarəsi olacaq. Bir dəfə klik deyirəm. Gedir həmin sənəddəki, deyir ki, açılsınmı? Deyirəm ki, bəli, açılsın. İndi ekran görüntüsü dayandı. Bir dəqiqə. Gedib həmin sənədi bizə açdı. Həmin o sənədə keçid edəndə ekran görüntüsünü dayandırdı, amma sənədə keçidi təmin etdi. Yəni siz öz sənədlərinizdə məsləhətim budur ki, bunu keçid edib görəsiniz nə demək istədiyim. İndi mən başqa sənədə keçid etdim deyə ekran görüntüsünü dayandı, amma indi deyəsən qayıtdı geri. Gəldik, linki də bildik ki, bir sənəd ilə digəri arasında əlaqə yaradır, bir sənəddən digərinə keçidi təmin edir, sənədimizə hiperlinki əlavə edir. Bookmark isə, mən artıq sizə məlumdur bookmark nədir. Bookmark əlfəcinlər deməkdir, hansı ki, məsələn, biz sənədimizdə harda qalmışıqsa, qaldığımız sənəddəki yeri bizə xatırlatmaq üçün həmin bu bookmarklardan istifadə olunur. Açmışam sənədi, deyirəm ki, 1000 səhifəli sənəddir. Mən oxuyub gəlib burada dayanmışam da, düzdürmü? Bunun üçün mən istifadə eləyəcəm qaldığım yeri tapmaq üçün bookmarkdan. Bir dəfə klikləyəndə mənim üçün belə bir bookmark pəncərəsini açır. Açdığı bu pəncərədə sənədimə əlavə edəcəyim bookmark özünüz təyin edirsiniz. Bir kəlmədən ibarət olmalıdır. Simvollardan, rəqəmlərdən istifadə olunur və bir kəlmədən ibarət olmalıdır. Klik qoyduğum yeri görürsünüz də, mouse'un göstəricisi buradadır. Yəni, bu tapmaq üçün, səhifəni tapmaq üçün, məsələn, biz mətndə hər hansı bir cümlədə bir işarə qoyuruq. Plus kimi, hər hansı bir işarə kimi. Bu mətndə tapmaq üçün oradan hər hansı bir söz yazıram da bura. Məsələn, and sözünü qeyd etdim. Add deyib əlavə edirəm.
Görməsən belə əlavə olundu. Mən gəlmişəm 5 gündən sonra. Bu sənədimdə qaldığım yer mənə məlum deyil. Hardan tapım, necə tapım bilmirəm. Hər bir sənədin özünün ayrı-ayrı bookmarkı olur. Mən bir neçə dənə bookmark əlavə edə bilərəm. Məsələn, mən gəlirəm 5 gün əvvəlki bookmarkı tapmaq üçün bookmarka daxil oluram. Daha doğrusu linkə yox, bookmarka. Daxil oluram. Burada add deyib əlavə edirəm. Ən son əlavə etdiyim ən sonda göstərir. Go to deyirəm. Pəncərəni bağlayıram. Məni aparır. Hansı ki kursor yanıb sönəcək. Həmin o əndin yanında kursor yanıb sönəcək. Bir dəqiqə. Bir də baxaq. Bookmarka getdik. Go to deyirəm. Baxın, əndin yanında kursor yanır, sönür. Cross reference sənədin keçidi təmin edir, linkə bənzəyir, amma tam olaraq link deyil. Cross referensi keçəndə izah edəcəm. Comment isə artıq bizə məlumdur nədir? Sənədə şərh əlavə olunur. Məsələn, sizdə tələb edilib ki, həmin bu abzasda şərh bildir. Bildirək. Gəldim kommentə. Açılan pəncərədən öz şərhinizi bura qeyd edib davam edə bilərsiniz. Komment deyirsiniz, şərhinizi bildirdiniz. Buradan gəlib növbəti şərhlər əlavə edə bilərsiniz. Sağ düyməni vurub üzərində sağ düyməni vurduqda açılan pəncərədən şərhi təsdiqləyə bilərsiniz. Artıq bu təsdiqlənmiş bir şərhdir. Şərhi silmək üçün isə sağ düymədən buradan deyəcəksiniz ki, delete comment. Yəni, eyni qayda ilə ləğv etmək üçün sağ düymədən delete comment deyəcəksiniz. Header footer'a gəlmək istəyirəm. Header footer nədir? Sənədə header footer əmrlər qrupu ümumiyyətlə bu 3 dənə əmri var. Header, footer və page number əmri. Header başlıq kolon titullar deməkdir. Footer aşağı kolon titullar deməkdir. Page number də sənədin kolon titulu adlanır. Amma ki, page number gedir adı. Kolon titullar, başlıq kolon titullarını burada növləri açılır. Bu ekran görüntüsünə görə mouse'um biraz geri qalır. Həm rekord edirəm, həm ekran görüntüsünü alıram deyə. Ona görə biraz mouse danışdığımla üst-üstə düşmür. Burada növlər var. Siz bunu əsasən testlərdə, kitablarda görürsünüz. Hətta mən belə real nümunə göstərmək istəyirəm sizə. Ki, baxın, footer bu deməkdir. Burada görürsünüzmü? Aşağıda özü üçün bir footer'ını yaradıb əlavə edib. Bunu mən Google-dan gətirdim ki, sizə daha asan real nümunə üstündə göstərə bilim. Siz bunu görmüsünüz. Məsələn, açdıq header deyirəm. Deyirəm ki, bir dənə növünü götürürəm. Əlavə edirəm. Bura yaza bilərəm ki, məsələn, bütün sənədin başlıqlarında tək bir vərəqə aid olunmur. Bütün sənəd başlıqlarında, yəni bu footer'lar təkrarlanır. Bütün sənədə aid olur. Belə. Bütün sənədə aid olur və bütün başlıqlarda təkrarlanan başlıq kolon titullar deməkdir. Sənədə aid olur, qeyri-adi bir şey yoxdur. Sənəd haqqında ayın tarixi də yazılır. Əsasən ayın tarixi yazılır. Not dəftərlərinin yuxarısında məsələn qeyd etmək üçün əsasən ayın tarixləri göstərilir. Əgər ki, sənəddən ləğv etmək istəyirsinizsə, 2 dəfə klik vuranda, burada uşaqlar əlavə lent tabı açılır. Bax, header'dır, footer'dır, tarix əlavə edə bilərsiniz, sənəddən məlumat əlavə edə bilərsiniz, şəkillər əlavə edə bilərsiniz, əvvəlkinə, sonrakına keçib təmin edə bilərsiniz. Sənədinizdə sizi footer'a aparır. Birinci nömrənin footer'ını dəyişir, tək cüt səhifələrinin, birinci səhifənin footer'ını müxtəlif edir, tək cüt səhifələrini müxtəlif edir, sənəddə footer'ı götürür.
Məsələn, ölçülərini buradan dəyişir. Close header footer'da deyib siz bu səhifəni bağlamış olacaqsınız. Əgər ki, bu header footer görmək istəmirsiniz də sənəddən, gəlmək üçün ya header'a ya footer'a indi hansını əlavə etmişsinizsə, gəlib burada aşağıdakından remove header deyəcəksiniz. Sənədinizdən götürüləcək. Footer isə sənədin sonuna əlavə olunan kolon tituldur. İndi baxaq. Tutan bunu səhifə nömrəsi kimi də əlavə edə bilərsiniz. Səhifə nömrəsi də bir header footer kimi qəbul etmək olar. Əlavə edirəm. Növbəti isə məni aparacaq sənədin sonuna. Sənədin son kolon tituludur. Burada yaza bilərəm hər hansı bir qeydimi. Gəlib sənəd üzərində 2 dəfə klik vuranda da həmin o pəncərəni də bağlaya bilərsiniz. Götürmək üçün isə insert link tabına müraciət edirəm. Footer'a daxil oluram. Olduqdan sonra buradan remove footer deməyim bəsdir ki, sənədimdən ləğv olunsun həmin footer. Page number isə sənədə səhifə nömrəsini əlavə edir. Məsələn, biz aşağıdan demişdik ki, səhifə nömrəsini baxın, görürsünüzmü? Vəziyyət sətrindən də görə bilirik. Deyirik ki, 4 səhifə var, kursor birinci səhifədədir. Mən gələcəm səhifə nömrəsini əlavə etmək üçün alt balaca bu üçbucağa daxil olanda alt menyudan belə bir pəncərə təqdim edir mənə. Yuxarı səhifə nömrəsi, aşağı səhifə nömrəsi, mərkəz səhifə nömrəsi, ixtiyari bir yerdən səhifə nömrəsi. Səhifə nömrəmiz əsasən biz aşağıda görmüşük də, düzdürmü? Bu da yenə aşağı sağ, aşağı orta, aşağı sol, aşağı məsələn one page, two page yazacaqsa, mərkəzdən deyirəm, götürürəm. Sənədimə avtomatik səhifə nömrələrini əlavə edəcək. Close-da deyirəm, bax görürsünüzmü, header footer'da əlavə olunan pəncərələri açır sizə. Close header-da deyəcəm, həmin səhifə nömrəsini, pəncərəsini bağlamış olacam. Bəs yaxşı, sizə sual verim ki, səhifə nömrəsini müəyyən bir 5-dən və yaxud da ki, 3-dən başlatmaq sizə tələb olunubsa, necə edəcəksiniz? Format page number daxil olub, açılan pəncərədən mənə deyir ki, ardıcıllıqla 1, 2, 3 gedir. Start at deyirəm, başlat deyirəm 5-dən. Gəlib təsdiq edirəm. Təsdiq edəndə artıq birinci səhifə nömrəm 5-dən başlamış olacaq. Ləğv etmək üçün isə açdım pəncərəni, remove page number deyirəm. Səhifə nömrəm götürüldü sənəddən. Text box'a gələk uşaqlar, yadınıza düşürsə insert link tabının shapesinin içində də text box var idi. Burada. Bu. Və mən sənədimə mətin qutusunun əlavə olunması təyin olunubsa, əmri verilibsə, mən gəlib buradan text box'u seçib, buradan istədiyim bir dənə mətin qutusu növünü götürüb sənədimə əlavə etmiş olacam. Yəni, bu əlavə olunub artıq sənəddən bir hissəmi qeyd eləyərsiniz. Hər hansı bir sənəddəki məlumatın, tarixin, izahını mı verərsiniz, bu mətin qutusundan istifadə eləyəcəksiniz. Yuxarıda da format adlı lent tabı açılır. Yəni, bu lent tabı sizə yad deyil. Fiqurlar əlavə olunanda açılan lent tabıdır. Positiondan siz bunun yerini təyin eləyə bilərsiniz. Məsələn, sənədin əvvəlində özünü yerləşdirdim. İçərisinin rəngini dəyişə bilərsiniz. Kənar xəttinin rəngini dəyişə bilərsiniz. Daha doğrusu içərisindəki mətnin rəngini dəyişdik bura ilə. Mətin qutusunun içərisinin rəngini dəyişə bilərsiniz. İstiqamətini dəyişə bilərsiniz. Yəni, artıq bu sizə məlumdur. İçərisindəki yazının istiqamətini dəyişə bilərsiniz. Mətin qutusunu sənəddən silmək istəyirsinizsə, kənarında bir dəfə klikləyəcəksiniz. Bu 4 tərəfli oxu tutub, backspace düyməsini vurmağınız kifayətdir ki, mətin qutusu sizin sənəddən ləğv olunsun. Gəldik növbəti əmrə word art deməkdir. Word art nədir uşaqlar? Word art, bu da sənədimizə nə əlavə edir? Bu da deyin ki, effektli yazmaq üçün, məsələn, bu mətnimizi hazır effektli mətin qutusu halına salır. Buradan istədiyimiz birini götürəndə o seçdiyimiz sözü belə bir mətin qutusu daxilinə salacaq. Baxın, görürsünüzmü? Mətin qutusu daxilinə salıb daha effektli yazılmağını təqdim edir.
Biz bunu bu Homeblend tabından da keçmişdik effekt verməyi, sonra buradan hazır başlıqları sənə də təqdim etməyi. Silmək üçün də üstündə backspace vurmağınız kifayətdir. Drop cap-ə gələk. Drop cap nədir? Drop cap birinci hərfin böyük yazılmasıdır. Qəzetlərdə falan biz bunu müşahidə etmişik ki, drop cap-in aktiv olması üçün hər hansı bir sətrə sözü təyin etmək lazımdır. Kursoru təyin etmək lazımdır. Məsələn, drop cap-ə gələcəm. Drop cap mənə deyir ki, birinci hərfi böyük yaz. Burada növləri də var. Götürdüm, birinci hərfi mənə böyük təqdim edir. Qəzetlərdə, məqalələrdə görmüşük bu yazı tipini. Gəldik deməli, signature line bu nədir uşaqlar? Bu Word tərəfindən bizə icazə verilməlidir ki, öz imzamızı ora əlavə edək. Sənədə əlavə edək, öz imzamız olsun. Data at time hissəsi isə data at time ilə bu günün tarixini müxtəlif formalarda əlavə edirik. Açılır belə bir pəncərə, məktub yazanda, ərizə yazanda bu günün tarixi tələb olunur. O zaman istifadə olunur. Məsələn, hər hansı bir sənədi yazdıqda da sizdən tələb edə bilər ki, yazdığın tarixi əlavə et. Yəni, yazdığın tarix, əlbəttə ki, sən o gün üçün bu günün tarixini əlavə edəcəksən də. Bu dünəni vermir, sabahı vermir. Bu günün tarixini sənədə əlavə edir. İstədiyim birini götürürəm. Burada növləri var. Saat ilə bərabər, gün ilə bərabər. Hansı sənə uyğundursa götürdün, gəlib təsdiq edirsən. Bizim üçün bu günün tarixini kursor harda dayanıbsa ora əlavə edəcək. Belə, növbəti əmrimiz obyekt əmridir. Adından da məlumdur ki, sənədə digər ofis proqramlarından, Excel-dən, Word-ün özündən belə, PowerPoint-dən obyektlər gətirir. Obyekt dediyim nədir? PowerPoint-ə görə obyekt nə ola bilər? Əlbəttə ki, onun işçi səhifəsi ola bilər, slayd vərəq ola bilər. Excel-ə görə nədir obyekt? Cədvəl ola bilər hər hansı. Sonra, məsəl üçün, ola bilər ki, hər hansı bir diaqram və biz əlavə edək obyektdən. Açılan pəncərədən buradan text faylı da gətirə bilərsiniz. Bu, bəzən kompüterlərdə donma yarada bilir. Bu, belə əmrdir. Bəzən donma yarada bilir. Bəzən hallarda obyekti gətirməyə bilir. Çünki Word bəzən onu təsdiq etməyə bilir. Word-dan fayl da gətirə bilərsiniz. Amma mən fərqli olsun deyə Excel-dən fayl gətirəcəm. Və görürsünüz, donma yaratdı. Mən bayaqları bunu deyirdim. Ki, bəzən donma yarada bilir. Görək nə vaxt açılacaq. Obyekt deyirəm. Məsələn, Excel-dən worksheet gətirək də, yəni başqa diaqram falan gətirsək dona bilər. Həm də worksheet gətirək, mən sizə onu izah edə bilim ki, o nə üçündür. O dokument də gətirə bilərsiniz. Burada var, növləri var. PowerPoint-dən slide gətirə bilərsiniz. Məsələn, PowerPoint slaydı gətirə bilərsiniz. İndi gəlin mən sizə worksheet əlavə edim, onu başa düşək ki, Excel-dən worksheet, sadə worksheet gəlib təsdiq edək. Sanki bir növ Word daxilində Excel cədvəli ilə işləmiş olacaq. Deyə bilərsiniz ki, nə üçün lazım olur? Əsasən cədvəllər Excel-ə məxsusdur. Hər hansı bir, məsələn, çıxarış cədvəllərini, hər hansı bir, deyək ki, şirkətdə işçilərin maaş cədvəlini Excel-də hesabata aparırıq. Amma tutalım, bu cədvəlin ümumi bir çıxarışı var. Bu çıxarış haqqında mən Word-də məlumat vermişəm. Əlbəttə ki, bunun yanına izah gətirməliyəm ki, mən nə haqda cədvəl hazırlamışam. Gətirir. İşçi vərəqidir. Tutalım, deyək ki, bura sizə vizual olaraq cədvəl qurum. Məsələn, soyad yazmışam. Bura yazaq ki, bura ingilis dilidir. Məsələn, Azərbaycan dili edək bunu. Maaş.
İnanırsınız, ekran görüntüsünə görə dil də dəyişmir. Maaş yazdım. Sonra bura yazıram ki, bonus. Məsələn, bura yazıram ki, yekun. Bura yazıram ki, məsələn, tutun, faiz tutumu. Bura yazıram ki, nə qeyd eləyə bilərəm? Qeyd eləməyim, qalsın. Tutalım, bura yazaq ki, A şəxsi, B şəxsi, C şəxsi, D şəxsi. Soyad olaraq sizə soyadlarını qeyd edək. Maaşını da qeyd edək. Gəlin buradan yazın. Görürsünüzmü? Word daxilində istifadə edirəm Excel'dən. Məsələn, bonusda deyək bu qədər almış olsun. Bu rəqəmlər reallığı əks etdirmir. Yekunu tapmaq üçün məsələn sumdan istifadə edirəm. Sum düsturu mənə deyir ki, verilmiş cədvəldəki cəmini hesabla, maaş ilə mənə təqdim edib orada nöqtəli vergülü. Bu biraz sizə qarmaqarışıq gələ bilər uşaqlar. Bonusu yekunu tapır, tutub aşağı sürüşdürsəm mənim üçün gəldi. Hesabladı. Tutumu da hesablamaq üçün məsələn yekun vurulsun. Deyirəm ki 3% tutub da, güya ki 3% tutub. 3 bölünsün 100, ümumi faiz tutumu da belə hesablanır. Belə. Məsələn, bunun üzərində indi bax Excel'dən gəlib conditional formatdan hər hansı bir deyək ki, bu istifadə edib daha məsələn diaqramlar formasında göstərə bilərsiniz. Görürsünüzmü? Siz bunu bunlar eyni qiymətdilər. Siz buradan dəyişsəniz bunu. Dəyişiklik görəcəyik. Yəqin uşaqlar anladınız nə demək istədiyimi. Belə, görürsünüzmü, hər dəfəsində də qiymət dəyişəndə biz bunu Word cədvəllərində edə bilirdik, xeyr, edə bilmirdik. Worddə sadə cədvəllər yarada bilirdik. Burada isə artıq biz daha mürəkkəb, daha hesabatlı, hesabat cədvəllərinin aparılmasını daha aydın görəcəyik. Məsələn, buradan başqa funksiya olaraq siz burada mən ancaq sadə olaraq bunları göstərə bilirəm. Müxtəlif ikonlar əlavə edə bilərsiniz. Diaqramlar əlavə edə bilərsiniz. Belə gətirib bizim də sənəddə kənarda klikləyəcək sənədimizə əlavə olmuş olacaq. Qalacaq bizim sənədimizdə. Yəni, obyekt mənə dedi ki, sən Word-də digər proqramlardan, Office proqramlarından hər hansı bir diaqram gətir. PowerPoint isə slayd vərəqi gətir. Excel isə diaqram gətir. İşçi vərəq gətir. Bunun üzərində öz işlərini gör. Tutalım, bu sizin maaşınızın çıxarışı haqqında məlumat, bu isə maaşın real cədvəlini belə fikirləşə bilərik. Gələcəkdə istifadə edə bilərsiniz. Gəldik deməli equation hissəsinə. Equation hissəsində bizə deyir ki, sənədimizə lazım olan. Bu çoxu başa elə bilir ki, mənə deyir ki, müəllimə, onu hesablayır, bəs cavabını niyə vermir? Cavabını vermir. Sadəcə onun görkəmini siz ora köçürə bilirsiniz. Nümunə göndərmişəm, siz onu yazsanız görərsiniz. Bu, hansı ki, Excel-ə hal-hazırda açılan pəncərə, Excel danışdım o qədər, Excel-ə gedir ağlım. Word-ə məsələn, riyaziyyat tərəfindən tanıdılmış beynəlxalq düsturlardır. Siz özünüz əlavə etmək istəyirsiniz. Məsələn, mən sizə əlavə göndərmişəm, onu əlavə etmək istəyirsinizsə, insert hissəsi var. Ora daxil olursunuz, daxil olduqda belə bir pəncərəni açır sizə.
Açdıqda yuxarıda dizayn adlı pəncərəni təqdim edir. İntegral var, skript var. Sizə deyim burada sonra müxtəlif növlər var. Aşağıya da baxsanız. Large var. Sonra məsələn indi biraz gec açılır, ona görə üzr istəyirəm sizdən. Sən buradan istədiyimiz bir növü götürürük, öz düsturumuzu yaradırıq. Əlavə edirik. Məsələn, skript lazımdır. Tutalım, deyək, burada bu görək başqa növlər hansı var? Hə, buradan simvollar əlavə edirik. Mənə lazımdır ki, məsəl üçün, bunun burasına qeyd edim. 6x qeyd etmişəm, yuxarıda 5y qeyd etmişəm. Gəldim mənə skript lazımdırsa götürürəm. Nümunəyə əsasən. Deyirəm y üstü məsələn hər hansı bir ədəd. Tutalım, buradan görürsünüz müxtəlif simvollar var. Belə-belə başlayırsınız yazıb davam etməyə. Insert menyusundan isə bizə simvol hissəsində simvolları əlavə edirik. Hə, bunu sənəddən də götürmək istəyirsiniz. Əgər götürmək lazımdırsa, açılan menyudan, buradan açılan menyudan ləğv etmək üçün sadəcə elə backspace düyməsini vurmağınız kifayətdir ki, o düstur sizə ləğv olunsun. Elə bildim, header footer kimi ləğv etmək pəncərəsi var. Göstərməyib onu. Insert left tabındakı simvollara gələk. Deyək ki, bu simvollar bizə isə klaviaturadan əlavə edə bilməyəcəyimiz simvolları. Klaviaturada nöqtə belə bir simvoldur. Ulduz işarəsi belə bir simvoldur. Məsələn, yuxarıda siz baxsanız ki, rəqəmlərin üzərində hər dəfəsində müxtəlif simvollar verir. Məsələn, 2-yə baxaq. 2 Azərbaycan dilində bizim üçün əgər klaviatura Azərbaycan dilindədirsə, baxın, Azərbaycan dilindədir. Mən buradan əlavə edəcəm. Shift-i vurub, gəlib 2-ni vursam, mənə qoşa nöqtəni əlavə edəcək. Amma buradan mən ingilis dilinə çevirsəm bunu. Shift-i vurub, gəlib 2 desəm, mənə işarəsini verəcək. Məsələn, gəldim buradan 3-ə baxaq. 3 Azərbaycan dilində mənə diyez verir, ingilis dilində nömrəni verir. Siz bunu yadda saxlamağın tək yolu, siz bunu işləyə-işləyə öyrənməyinizdir. Mətin yaza-yaza onu öyrənməlisiniz. Yadınızda elə saxlayacaqsınız, yəni başqa yolu yoxdur. Klaviaturadan əlavə edə bilməyəcəyimiz simvollar var ki, hansı ki burada açılır. Mor simvolsa daxil olanda alfa-beta lazım olur bizə. Sonra, məsələn, rum rəqəmləri lazım olur. Burada da hamısı. Bir də rum rəqəminə əlavə etməyin bir növü var ki, indi onu da sizə göstərəcəm. Siz buradan klaviaturadan olmayan simvolları götürüb, məsələn, CV falan yaradanda telefon lazım olur, telefon işarəsi, location işarəsi lazım olur. Buradan siz baxın, növləridir bu. Məsələn, latin deyirsiniz, belə bir simvolu gətirir. Sonra buradan istədiyiniz birini götürüb, belə bir ərəb simvollarını əlavə edə bilərsiniz. Rum rəqəmlərini əlavə etmək üçün isə siz bərabər işarəsini qoyacaqsınız. Alt F9 düyməsini vuracaqsınız. Sizə açılır belə bir pəncərə. Açılan bu pəncərədə, məsələn, sizə lazımdır ki, 45-i çevirəsiz də. Bunun üçün slash qoyursunuz, o tərəfə slash qoyursunuz. Bir dəqiqə. Slash roman yazırsınız. Rus dilində oldu. Rus dilində yox, Azərbaycan dilində. Yazdıq roman. Sonra F9 düyməsini vurursunuz. Görə indi bizə error verəcək, yoxsa məndə bu klavişlər işləmir. Funksiyonal klavişlər məndə işləmir. Siz F9 düyməsini vuranda burada sizə 45-in qarşılığını gətirib çıxarmış olacaq.
Siz onu öz kompüterinizdə yoxlayarsınız. Alınmasa dərsdə mənə deyərsiniz, göstərir. Məndə indi F9 klavişi işləmir deyə onu göstərə bilmədim. Belə əlavə etdik simvolları, dedik olmayan simvolları əlavə edir. Mən qısa yol göndərdiyim vərəqin axırıncı vərəqlərində var. Klaviaturada əlavə edə bilməyəcəyiniz simvolları hansı kombinasiya ilə sənədə əlavə edirsiniz. Belə uşaqlar, bugünkü dərsimizdə bura qədər videonu yükləyəcəm, baxarsınız.